Dünənə qədər müəllimin şagirdə acıqlanmasını tərbiyə üsulu sayırdıqsa, bugündən belə davranış inzibati xəta hesab oluna bilər. İndi məktəbdə uşağa nəinki əl qaldırmaq, hətta onu psixoloji sıxışdırmaq da baha başa gələcək. Vətəndaş mövqeyimdə Rayət İmaməliyev. Təzə qanun çıxır. Müəllim şagirdi yüngülcə itələsə, fiziki şiddət və ya onun üstünə qışqırsa, psixoloji şiddət adı altında müəllim 200 manat cərimələnəcək. Ümumiyyətlə, bu qanun təşrifini irəli sürənlərin savadlarına şübhə edirəm mən. Mənim fikrimcə, bu qanun təşrifini irəli sürən hüquqşünaslar ali məktəbdə zaçot və imtahanı görün baxımla verənlərdir. 15-20 ilə müəllimliyə imtahan verən bir şagird olmayacağı, niyə belə edirsiniz ki? Azərbaycanı boşanmalar, xəyanətlər ağuşuna alıb. Xəyanət haqda qanun qəbul etmisinizmi? Qəbul edin, görün. Ər-arvadı evdə qoyub otellərdə gecələyənlərin sayı nə qədər azalacaq? Arvad ərini işə yola salıb oynaş gətirə bilənlərin sayı nə qədər azalacaq? Yalancı toylar, saxta bəy, saxta gəlin xidmətləri var. Bu hallara qarşı bir qanun maddəniz varmı? Milli mentalitetə zidd deyilmi? Saxtakarlıq deyilmi? Kimin kimdə acığı var? Hal-hazırda çıxır sosial şəbəkələrdə üzümü prezidentimə tuturam, üzümü nazirimizə tuturam deyib müraciət edir. Məhkəmələr var, Prezident və Daxili İşlər Nazirliklərinin saytı var, 102 xidməti var. Bu qanuni prosedurları əməl etmədən ölkə başçımıza müraciətin adı nədir? Kimisə qorxutmaq, təhdid etmək. Belələrinə qarşı qanun maddəsi çıxarılmalıdır. Nə tutmusunuz bu bədbəxt binəva müəllimlərdən? Müəllimlərin şagirdlərə fiziki, psixoloji təzyiq göstərməsi qəbul edilməzdir və bunun üçün qanuni tədbirlər vacibdir. Lakin uşaqların nadincliyi yalnız müəllimlərin davranışı ilə ölçülə bilməz. Valideynlər, ailə mühiti, məktəb, peşəkar psixoloqlar, cəmiyyət və dövlət hamısı bu məsələdə məsuliyyət daşıyır. Tək müəllimlər yox ki. Müəllim şagirdə psixoloji təzyiqə görə cərimələnirsə, bəs nadinc şagird qarşısında nə etməlidir? Hər uşaq eyni ailədən gəlmir. Bəzisi diqqətlidir, bəzisi isə davranış problemi ilə sinifə daxil olur. Müəllim isə təkcə dərs keçmir, həm də sinfi idarə edir. Amma sərt davransa 200 manat cəzalanır, yumşaq davransa isə dərs pozulur. Qaydalar var, amma müəllimə üstünlük yoxdur. Birinci, hər məktəbdə peşəkar və savadlı psixoloqlar olmalıdır. İkincisi, ailədə valideynlik məsuliyyəti artırılmalıdır. Üçüncüsü, qaydalar yalnız cəza yox, dəstək mexanizmi ilə birgə işləməlidir. Qısacası, müəllimi cərimələməklə bu problemin həllinə nail olmaq olmaz. Onlara dəstək olmaqla, məktəb valideyn birliyini, vəhdətini təşkil etməklə bu problemi qismən aradan qaldırmaq olar. Son zamanlar müəllimlər boks meşininə çevriliblər. Gələn vurur, gedən vurur. Kimin kimdə acığı var müəllimdən çıxır. Seçkilərdə maaşlarının kəsiləcəkləri ilə, işlərindən çıxarılacaqları ilə qorxudulub karusel əməliyyatlarına vadar edilirlər. Şagird müəllimi sinifdə güllələyir. Şagirdlər yığılıb 8 martda müəllimələrinə bir boyunbağı alırlar. Azərbaycan qarışır, dəyir bir-birinə. Sanki villalarda yaşayıb, bu xalqın malını çapıb talayan, bahalı maşınlarda şütüyənlər imam övladlarıdır. 10 manatlıq hədiyyə alan müəllimə xalq düşməni. Bizim dövlətə verdiyimiz vergilər hesabına dolan büdcəni basıb talayanlar, nəsillərini yedirənlər, cibimizə girənlər qəhrəmandılar. Repetitorluq edən müəllim vətən xaini. Bu yaxınlarda Səidə xanım Qaradağdakı orta məktəblərin birində veriliş hazırlamışdı. Ay qadanı zalım, müəllim şagirddən qorxur bu cəmiyyətdə. Direktor valideyndən tük tökür. Niyə?
Çünki müəllimlərə qarşı apardığınız bu aşağılayıcı, dırnaq arası islahatlarınıza görə yazdıqları hər il imtahanlarla, sertifikasiyalarla bezdirmiş sizi. Təhsil Nazirliyi ali məktəbdə 5 il oxuyub diplom alan müəllimi təzədən məktəbə qəbul üçün imtahan keçirdir. Deməli, özlərinin verdiyi diploma inamları, etibarları yoxdur. Özlərinə inamları yoxdur. Sındırırsınız bu yazıqları müəllimləri. Valla, sındırırsınız. Şagirdin üstünə qışqıran müəllim 200 manat cərimə ediləcək. Yaz-qış tətillərində bir həftə evdə qalan doğmaca övladlarımızın nadincliklərindən biz evdə bezirik, valideynlər. Deyirik ki, bitər məktəb açılsaydı, canımız qurtarardı. Bəs müəllim, hər gün müxtəlif ailə tərbiyəsinə çıxan yüzlərlə şagird qarşısında nələr çəkdiyini bilirsinizmi? Vallahi ağzımı açdırmayın. Mən də müəllim olmuşam. Sinif rəhbəri olmuşam. 10-cu sinif şagirdi bir tərbiyəsizin birinci partiya keçib oturub ayaqqabısının üstünə güzgü yapışdırıb gənc müəllimənin müəllim stoluna tərəf yufqasına uzadıb ayaqlarına baxanı tutmuşam. Mən qışqırmayın. Dilinizə bir söz düşüb. Fiziki şiddət, psixoloji şiddət. Şagirdi bir balaca itələsən fiziki şiddət. Üstünə qışqırsan psixoloji şiddət. Vallahi meşin yuvarlağa döndərmişsiniz. Bir daha qeyd edirəm. Qız sinif yoldaşının, üzr istəyirəm, dizinə əl sürtən əxlaqsız bir oğlan şagirdin başını mı sığallamalıyam? Dərs zamanı qızların içində ora-burasını oynadan oğlanların və yaxud qızların valideyninə mi şikayət etməliyəm? Mən öz riyaziyyat fənnimi buraxıb ona əxlaq dərsi keçməliyəm məktəbdə. Valideynlərə nə şikayət edim ki, onlar uşaqdan pisdilər də. 16 ildir uşaqlarına ailə tərbiyəsi verə bilməyən mənim bir sözümlə mi tərbiyə verəcək? Ağsaqqal əməkdar müəllim lövhədə yazı yazır. Bir tərbiyəsiz lazer işığı ilə onun şalvarının qabağına, şalvarının arxasına salıb özünü də, uşaqları da güldürür. Ağsaqqal müəllimi ələ salır. Nə eləməlidir o müəllim? Siz şagird olmamışsınızmı? Məktəbinizi görməmişsizmi? Belə halların baş verdiyini bilmirsinizmi? Hamımız deyirik ki, təhsilimiz bərbaddır. Cəmiyyətin əxlaqı pozulub. Bütün günahları da yazıq müəllimlərin üstünə atırıq. Müəllimi şagirdin ayağına verəndə belə olacaq da. Direktor və müəllimlər valideynlərdən, şagirdlərdən qorxanda belə olacaq da. Vallahi bu müəllimləri ya həbs edin, ya gülləlin, ya da edam edin. Sizin də canınız qutarsın, bizim də canımız qutarsın, müəllimlərin də, elə bu cəmiyyətin özünün də. Hüquq fakültəsinin bir tələbəsi ötən gün sosial şəbəkədə yazır ki, universitetdən çıxıb evə gedəndə parkda gözəl bir qızla rastlaşdım. Tanış olmaq üçün bəhanə axtardım. Cibimdən bir 50 manat çıxardıb üstünə öz telefon nömrəmi yazdım və arxadan qıza yaxınlaşıb dedim, xanım qız, bu pul deyəsən sizin kaşlokunuzdan düşdü. Qız geri çevrildi və pulu alıb təşəkkür etdi. Sonra həmin qız qabaqda bir dönərçiyə yaxınlaşıb həmin 50 manatı verib bir dönər aldı və xırdasını da öz pul qabına qoyub avtobusa minib getdi. Oğlan yazır ki, indi gecə səhərə qədər həmin dönər satan mənə WhatsAppda durmadan mesajlar yazır. Gözəl qız, dönərim xoşunuza gəldimi? Deyəsən mayonezli dönəri daha çox sevirsən. Nə zaman istəsən qulluğundayam. Elə bilib ki, puldakı nömrə qızın nömrəsidir. Bax, bəzi saçma sapan qanun qəbul edən, şagirdin üstünə qışqıran müəllimə psixoloji şiddət adı altında 200 manat cərimələmə qanun təşrifini verən hüquqşünaslar da elə həmin oğlan kimi hüquq fakültəsini oxuyub bitirənlərdir.